Salam dəyərli YouTube kanalı izləyicilərim. Hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Zəka atölyəsində bir-birindən maraqlı mövzularla dərslərimiz davam edir. Dəyərli müəllimlər, bugünkü dərsimizdə də sizlərə çox yad olmayan bir mövzuya toxunacağıq. Bugün biz sizinlə toxuculuq və dərzilik sənayesində mühüm yer tutan isti nəmləşdirmə əməliyyatları və bu prosesdə istifadə olunan avadanlıqlar haqqında danışacağıq. Ümumiyyətlə, bu əməliyyatlar geyimlərin formasının düzgün verilməsində, tikişlərin hamarlandırılmasında, estetik görünüşün təmin olunmasında mühüm yer tutur və isti nəmləşdirmə əməliyyatının özünün nə olduğunu sual versəniz, gəlin buna bir kiçik toxunuş eləyək. Ümumiyyətlə, hər birimiz bilirik ki, isti nəmləşdirmə əməliyyatı tək bir proses deyil. Bura həm ütülmə, həm tikiş açma, naz etmə, pardaklama, dartma, dekartləmə kimi mərhələlər daxildir və hər bir məmulatın hazırlanmasında da xüsusi bir mərhələ vardır ki, məsələn, buna da misal olaraq nəyə göstərmək olar? Məsələn, pardaklama özü. Pardaklama özü məmulatın son görünüşünün verilməsində istifadə olunur və xüsusi bir mərhələdir. Tikiş açma həmçinin xətlərin, tikişlərin düzəldilməsidir ki, bu da bizim müəyyən bir geyimi hazırlanmasında istifadə etdiyimiz vacib bir mərhələdəndir. Ona görə yəni burada vacibsiz deyə bir şey yoxdur və deyə də bilmərik. Bəs bu prosesin yerinə yetirilməsində bizə lazım olan ütülər və onların növləri vardır ki, gəlin onlara nəzər yetirək. Ümumiyyətlə, onu qeyd edim ki, müəllimlər, tikiş sənayesində istifadə olunan ütülər əsasən ütçürdür. Biz bunu əvvəlki dərslərimizdə də demişdik. Bura daxildə elektriklə işləyənlər, buxarla işləyənlər və elektrik buxarla işləyənlər. Onlar arasında da ən çox ÜTP markalı ütü xüsusilə seçilir. Çünki Rostov zavoduna məxsus olan bu ütü daha çox qadın donlarında, kişi köynəklərinin ara mərhələlərində, həm də son ütülənməsində istifadə olunur. Bundan başqa, isti nəmləşdirmə əməliyyatının yerinə yetirilməsində daha bir avadanlığımız isə pres avadanlıqlardır. Bunlar da çox məhsuldar və keyfiyyətli bir tikiş müəssisələrində istifadə olunan bir avadanlıqdır və əsasən də əməyin yüngülləşdirilməsində, tikişin daha da peşəkar görünməsində istifadə olunur. Preslər də gücünə görə ağır, orta, yüngül preslərə ayrılır. Təyinatına görə isə əsasən universal, bir də xüsusi preslərə bölünür. Adından da bəlli olduğu kimi universal deyəndə, yəni bir neçə prosesi yerinə yetirmiş olur. Xüsusi pres deyildikdə isə sadəcə bir işi yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur təbii ki. Və müəyyən pres növləri verilmişdir ki, burada bunlar xüsusi preslərə daxildir. Məsələn, hər biri bir prosesi yerinə yetirir. Məsələn, buna misal olaraq orada PLGS presləri vardır ki, bunlarla əsasən qolların okat xətlərinin yatırılmasında istifadə olunur. Qol tikişlərinin yığmalarını ütüləmək üçün daha çox SPR 1, 2, 3 markalı preslərdən istifadə olunur. Cib qapaqlarıdır, kəmərlərin hissələrinin nazitmək üçün isə daha çox PU və PU1 və PPU1 markalı preslərdən istifadə olunur. Həmçinin müasir pres modelləri də vardır ki, bunlar həm yeni proses olaraq yeni istehsal olunmuşdur və son dövrümüzdə yəni ən çox istifadə olunan pres növləridir. Bunlara da əsasən CS311 AK markalı və CS313 markalı presləri misal göstərmək olar. Bunlar da əsasən geyimə düzgün forma verilməsi üçün ən çox əlverişli bir pres növləridir. Bunlarda əsasən müxtəlif formalı ütü yastıqları ilə təchiz olunmuş bir mexanizm vardır ki, bununla da yastıqlar temperaturu parçanın növünə uyğun tənzimləyir və qarışıq tərkibli parçalar üçün ən həssas liflərə görə istilik tənzimləyə bilir ki, bu da işimizi xeyli yüngülləşdirmiş olur. Və bir də bu proseslərin yerinə yetirilməsi üçün
bizə lazım olan stollar və mankenlər vardır ki, ütüləmə stolları müxtəlif ölçülərdə və markada buraxılır. Təbii ki, biz bunlardan evdə də, istər atelyelərimizdə də istifadə edirik. Əsasən onlar arasında SUV və Su-Ok markalı stollar daha geniş istifadə olunmuşdur ki, bunlar son dövrlərdə daha çox istifadə olunurlar. Çin məmulatlarının formaya salınmasında isə ən çox buxar hava mankenləri tətbiq edilir. Bu mankenlərdə buxar və hava ilə qarışıqdırlar və əsasən də qırışları açır, məmulatları istənilən formanı verib saxlaya bilirlər. Bu da bir növ işimizi təbii ki, sadələşdirmiş olur. Əlavə tərtibatlara nəzər saldıqda isə bəzi müəllimlərimiz var ki, avadanlıqla tərtibatı qarışdırmışdılar testdə. Ona görə xüsusi olaraq vurğulamaq istəyirəm ki, biz sizinlə ən birinci tikiş məmulatlarının hazırlama texnologiyasında da alət və tərtibatları bir-birindən fərqləndirmişdik. Biz deyirdik ki, alətdirsə, bu əsas işi yerinə yetirən mexanizmdir. Yəni, bu olmasa mən bu prosesi yerinə yetirə bilmərəm. Məsəl üçün, ütü olmasa mən isti nəmləşdirmə əməliyyatını necə yerinə yetirə bilərəm? Xeyr. Amma məsəl üçün, burada bizə tərtibat kimi verib pulverizatorlar, ütü altı materialları, qəliblər. Məsəl üçün, qəlib olsa da olar, olmasa da olar. Pulverizator nədir? Su püskürdən olsa da olar, olmasa da olar. Amma ütü mütləq olmalıdır ki, mən təbii ki, bununla rahatlıqla isti nəmləşdirmə əməliyyatımı yerinə yetirə bilim. Ona görə, yəni alət və tərtibatlarda həmişə diqqətli olmaq lazımdır. Və əsasən də qəliblər nə üçün istifadə olunur? Onlar əsasən əl ütülərində istifadə olunur. Yəni müəyyən geyimin, məsəl üçün, qol hissəsinin ütülənməsi üçün. Buna, məsəl üçün, son dövrlərdə ütü altılar alınanda üstündə çıxır. Şəxsən mənim özümdə də çıxıbdır. Sırf qolu içinə salıb rahat ütüləməkdən ötürüdür. Pulverizatordur. Yenə pulverizatorda hamı bilir. Bu da parçanın nəmləndirilməsi üçün su püskürdərək yerinə yetirilməsi üçün bir mexanizmdir. Ütü altı materiallarda isə parçanı yandırmaqdan qorumaq üçün istifadə olunan bir parça növləridir. Bunlara da ən çox buxarın zərərini azaltmaqdan ötürü istifadə olunur ki, bu da ki, məsələn, flaneldir, kətandır, bu növ parçalar daha çox istifadə olunur ütü altı materiallarda. Və beləliklə, əziz müəllimlər, dəyərli yoldaşlar, dəyərli izləyicilərim, bir dərsində artıq sonuna gəlib çatmış olduq. Ümid edirəm ki, bu dərs hər kəs üçün çox sadə bir izah oldu. Ümumiyyətlə, burada yəni, əzbərlənəcək bir hissə yoxdur. Çünki biz bir dənə əsas orada xüsusi preslər vardı ki, onların növlərini bilməliyik və qalanların haqqında da kifayət qədər məlumatımız var. Və isti nəmləşdirmə əməliyyatı zamanında istifadə edilən avadanlıqlar, istər tərtibatlar olsun ki, onların da hər birinin əhəmiyyəti çox böyükdür. Ümumiyyətlə, bizim həm istehsalatda, həm də fərdi sənayedə, yəni fərdi öz istehsalat sahəmizdə işin düzgün yerinə yetirilməsi üçün bizə lazım olan alət və tərtibatları düzgün tanıyıb, düzgün istifadə qaydasını bilməliyik ki, işimiz də gözəl alınsın. Ümid edirəm ki, bu yolda mən sizə gücüm çatan qədər yetərincə dəstək ola bilirəm. Növbəti dərslərimizdə görüşənə qədər müəllimlər, hər birinizə uğurlar arzulayıram. Sonda isə sizdən xahişim odur ki, əgər dərsimiz sizin üçün yararlıdırsa, sizin köməyinizə çatırsa, siz də əməyə qarşılıq olaraq YouTube dərslərini bəyənib xoş sözlərinizi yazmağı unutmayın. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Sağ olun.